ettirdiyine göre birçok həmkarlarından fərqlənən əsl müəllim obrazını xüsusilə qeyd edirdilər. Təsadüfi deyil ki, Ali Başkomandan Cənab Prezident İlham Əliyev Zabrat qəsəbəsində yeni tikilən məktəbin açılışında iştirak edərkən onu qarşılayanlardan biri də kəndin ziyalısı, məktəbin əvəzsiz müəllimi məhz Solmaz Əzizzadə olmuşdu. Solmaz xanımın müəllim kimi fəaliyyəti dillər əzbəri idi. Təbii bizdən hamımızdan bir